Bugün sizlərlə şorqoğal işliyini nə cür hazırlayıram, onu paylaşacağım. Əvvəlcə qaba 2 stəkan dolu un əlavə eləyirəm. Stəkan ölçüsü 200 ml-dir. Unun üzərinə 1 çay qaşığı duz, 1 çay qaşığı sarı kök, çay qaşığının ucunda qara istiot, 1 yemək qaşığı dolu razyana, 1 yemək qaşığı dolu da cira əlavə eləyib yaxşı-yaxşı qarışdırıram. 90 qram kərə yağını sürtkəcdən keçirirəm. Onu da qeyd edeyim ki, kərə yağını buzxanada saxlamışdım. Yağı una bulayaraq bu şəkildə sürtkəcdən keçirirəm. Yağ donmuş olduqda, həm də una batırdıqda çox narin şəkildə keçir. Bax bu qaydada. Yağı keçirdim. İndi əlimlə ovxalayıb umac halına gətirirəm. Yaxşı-yaxşı ovxalamaq lazımdır ki, tam umac halına gəlsin. Üzərinə 1 ədəd yumurtanın ağını da əlavə eləyib təzədən ovxalayıram. Unu yetərli olmadığı üçün daha 2 yemək qaşığı da əlavə eləyirəm. Umac artıq hazırdır. Əlimizdə baxın belə sıxırıq. Əlimizi vuran kimi təzədən açılır. Artıq deməli tam hazırdır işliyimiz. Hazır içliyi tavaya alıb 5-6 dəqiqə vamodun üzərində qovururam. Bir qədər iyi çıxdıqda görürük ki, artıq hazırdır. Bu cür hazırlanmış içliyi uzun müddət soyuducuda saxlamaq mümkündür, gec xarab olur. Əgər videom xoşunuza gəldisə, səhifəni izləməyi, bəyənməyi unutmayın.